Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, Bakı şəhərindən 2 dənə pult təmirə gətiriblər. İkisində problem var. İndi ortanı nəticəni bir yerdə izləyək. Burada fikir versiz aksileniya var. Bunun orta knopkası işləmir. Bu ümumiyyətcə reaksiya vermir. Və buradan fikir verirəm ki, ev şəraitində özləri açıblar. Yəni, bunların xüsusi söz açarları var, onlarla açacaq. Demək, bu ümumiyyətcə işləməyən. Bu işləyən orta OK registrasiya sistemi işləmir. Müştəri tərəfindən ağıran hissələr açılan pultdur. Aksileniya verən dəmirin parıltısı ağır. Kislatası bura dəyib. Salama da ox salama. Diqqətlə baxsaz, fırlanın qurğun hissəsindən bura su təmas edib və bu vəziyyətdədir. Ayrı-ayrılıqda hər ikisini təmizləyək. Demək, hər birini ayrı-ayrılıqda təmizlədik. Bütün detal-ba-detal. Bu hissəni biz dəyişəcəyik. Pasta olan yerdir. Yer hissəsini də təmizləmişik. Belə yenisi ilə əvəz edəcəyik. Yenisi deyəndə pultun üzərindən çıxma. Migiki sökürük, içərisi qatı şirədir. Membranları çıxartdıq, üstbə-üstü. Bu hissəni təmizlədik, quruladıq. Keçid edək membranlara. Gördüyünüz kimi 2 dənə membrandır. Gücü pərdəsini də qoyduq. Qonkanı miləmil üzərinə bərpa elədik. Xası pasta olan pultu təmirin tutarmışıq. Laboratoruna adaptera qoşuruq. Prosesorun dərəcəsini ölçmək üçün. Gecikmə yoxdur, işimizdə qüsuru yoxdur. Digər pultda söktük, bunu da şirədir. Digər pultda platasında, prosesorunda daha doğrusu problem var. Mən bu pultu, yəni bu platanın əvəzinə NFC ilə olan plata qoyacağım. Telefon tanıtma rejimində olacaq, hər bir şeydə işləyəcək. Demək, bərpa elədik. Bütün funksiyalar işləyir. Buradakı miqriki çıxartdıq, digər plataya bərpa elədik. Laboratorun adaptera qoşuruq, prosesor dərəcəsini ölçmək üçün. İş fəaliyyətində gecikmə yoxdur. Demək, bu da nəticə, hər bir şey işlədi və sonda NFC sistem işə düşdü. Nastroyka eləmək lazımdır. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.